Sağ olun, dəyərli Sahibə xanım. Bəli, bu qanun layihəsi bundan əvvəl də bu suallar doğurdu. Birinci oxunuşda çox geniş izahatını vermişdik və oradan doğan sualları bugün Əli Mənsimli hörmətli həmkarımız və eyni zamanda Razı müəllim də bu suallar vermişdi. Onların da əsaslandırılmış cavabını göndərmişik özlərinə. Və Vüqar müəllimə təşəkkür edirəm ki, çox geniş, ətraflı, əslində qaz təchizatı haqqında qanun layihəsinin müdafiəsi zamanı elə bu sabit tarifdən irəli gələn məsələləri də digər öz nöqteyi nəzərindən geniş şəkildə izahatını verdi. Bir daha xatırlatmaq istəyirəm ki, elə burada yaranan suallar nəticəsində ki, sabit tarif dedikdə biz istehlakçı tərəfindən ödənilən ümumi tarifin sabit xərclə bağlı olan hissəsini, yəni onun bir elementi kimi qəbul edirik. Yəni, bu enerji təchizatçının daimi və dəyişməyən xərclərinin, misal üçün, infrastrukturun saxlanması, əmək haqqı, təhlükəsizlik və texniki xidmət xərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğdir və bunun belə açıqlamasını sadə dillə desək, bugün doğrudan vətəndaşlarımızın evlərində istifadə elədiyi, o enerjiyə ödədiyi vəsaitin içərisində artıq sabit tarif var. Bilirsiniz, bu enerji sahəsində aparılan islahatlarda ötürmə, paylama, təchizat, yəni bu satış ayrıldıqdan sonra bu maddənin, bu sabit tarifin ayrılması bu sahəyə xüsusi diqqətin, vətəndaşlarımızın daha təhlükəsiz və davamlı, fasiləsiz enerji ilə təmin olunmasına yönəldilən bir, belə deyək ki, maddədir və xahiş edirəm ki, deputat həmkarlarım keçən dəfə olduğu kimi yenidən dəstəkləsinlər. Çox sağ olun.